Cruises.az-ın dəyərli dostları, müştəriləri, deməli o suite otaqlarını görəcəyik. SC, SK, SL, SR kateqoriyalı suitlərdir. Deməli 4 nəfər qala bilər. Oturma yeri var və deməli balkonu yenə gəminin ən uç hissəsində yer alır və otaq üçün xüsusiyyətlər nələrdir burada öz əksini tapır. 9102 nömrəli suite otaq. Haven ərazisində deyil, heyvanların olduğu suite ərazidə deyil. Girən kimi həmən sağ tərəfdə suite qonaqları üçün olan deməli belə bir şkafda əlavə ləvazimatlar, bakallar, su və günlük proqram, kofe aparatı, mini bar, makyaj, sanuzeli həddən artıq genişdir, suite otaqdır. Diğer otaqlarda olmayan bəzi hamam aksesuarları yer alır. Belə bir duş kabindir. O girişdə həmən sağ tərəfdə və otağın özü suite otaqda təkrar edirəm. Kifayət qədər geniş, fərah bir otaqdır. Burada da həmçinin asılqanlar, seyir vesaire olan bölüm və burada da diqqət edirsinizsə çətir qoyulub müştərilər üçün xalat və yapışqalar öz əksində keyfiyyətlidir. Bu suite otaqdır, amma təkrar edirəm, Haven ərazidə yer almır. Haven ərazi demək sadəcə Haven müştərilərinin girib qaldıqları digər müştərilər o Haven ərazilərə girə bilmir. O da suitlərdir. Bu isə həm suitdir, ancaq Haven ərazisində deyil, o bölgədə deyil. Həmən yenə gəminin burun hissəsindədir. Belə bir xoş bir balkonu var və geniş. Burada gördüyünüz şüşələr gəmi hərəkət eləyəndə külək narahat eləməsin deyə qoyulur və burada rahat bir şəkildə güneşlənə də bilərsiniz və bu gözəl səyahətin dadına çıxara bilərsiniz. Yine otağın ümumi görüntüsü.